Bugün biz elə bir dünyada yaşayırıq ki, artıq zəmanəmizdə həqiqi insanpərvərlik, mərhəmət, xeyirxahlıq, mənəviyyat kimi anlayışlara az-az rast gəlirik. Amma dövlətimizin məqsədyönlü işlər apardığı, məqsədyönlü siyasəti nəticəsində artıq bu ənənə dirçəlib. Xeyriyyəçilik missiyası bugün həmişəkindən daha vacibdir. Azərbaycanda xeyriyyəçilik ümummilli ideya, ümummilli miqyaslı işdir ki, biz bunu məşhur Azərbaycanlı sahibkar Hacı Zeynalabdin Tağıyevin fəaliyyətində bariz şəkildə görmüşük. Sevindiricidir ki, ölkənin hər köşəsində bu ideyanı davam etdirən xeyriyyəçi sahibkarlar var ki, onlardan biri də Siyəzən rayonunda yaşayıb fəaliyyət göstərən Azay müəllimdir. Azay müəllim uzun müddətdir ki, öz nəcib əməlləri, xeyriyyəçi addımları ilə rayon ictimaiyyətinin diqqətini çəkib rəğbətini qazanıb. Xeyriyyəçilik kimi xoş niyyəti Siyəzəndə ənənəyə çevirən sahibkar rayon ərazisində yaşayan az təminatlı ailələrə yardım edir. Onların ərzaq və geyimlə təmin olunmasında dəstək göstərir. O bugün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqe hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib. O öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Azay müəllim özündə elə bir xarakteri xüsusiyyəti cəmləşdirən şəxsdir ki, o hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Xeyriyyəçilikdən başqa həmişə dövlətçiliyə sadiq olan Azay müəllim sahibkarlar üçün ölkəmizdə, xüsusilə də rayonumuzda yaradılan şəraitdən razılığını bildirir. O çalışır ki, dövlətimizin vətəndaşlara göstərdiyi qayğıda az da olsa onun da payı olsun. Azay müəllim işini biləndir. Həyatda nə qazanıbsa zəhməti alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır. Tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur. Biz də öz növbəmizdə redaksiyamız adından bu nəcib və xoş əməllərində Azay müəllimi uğurlar arzulayırıq.